Elə bir tut görməyibdilər. Şimdi dana getirelim. Baban işleri, bugün işleri. Çox şişir baxır bu. Aslı giləs çəkir. Herkese selamlar. Kent vloguma hoş gelmişsiniz. İlk işimiz gedirik inek sağmağa. Ben ve inek sağmaq. Her dəfə gizlən qaç oynayanda ben gedirdim. Orada gizlənirdim. Heç kim beni oradan tapa bilmirdi. Sonra bu turbanın üstündən şey deyirdik. Kim yıxılsa oyunu oynayırdıq. Onun üstündən keçirdik. Nə baxırıq bu? Bu bəbişə bax hələ. Bəbiş. Allah bayaqdan belə deyildilər bunlar. Çox şişir baxır bu. Şu hara ki? Elma qat götürüm. Aha. Aha. Ağaca bax. Pəh, bax oradan əmim gəlir. Ona bax gəlir. Allah yaş olsun. Çek bana, çek. Hemen boşalıp da. Yok sayma da. Hoş Xoş gəlsən, yaxşı gəlsən. Şimdi dana getirelim. Baban işleri, bugün işleri. Ay, ilə iylənirsən. Hemen gözlerine kurban sen. Burada qəbristanlıq, tanış olun. Aha, özümə yekə ağaç tapdım, bax. Ay, yox, bu çox ağırdı. Bəli dostlar, birazdan Sivimə bacarıqların arasına inek sağmağı da əlavə edəcəm. Başlayaq ya. Uy. Ay bebeğim. Uy. Gedir axı bu. Gedir axı bu. Olmur axı, gəlmir axı. Gəlmir axı. Gəlmir. Yazğın. Olmur. Az çəkilir axı. Ha, öyrəndim deyil. Ayağıma da sağmağın əsas şeylərindən biri bu sütünü uymama. Deməli, inəyin sütünə 50 vurursan ki, buradan belə sürüşkən olsun. Başlayırsan sağmaq. Aa, oldu. Aha. Ay maşallah. Sağım değil mi? Sağda. Ay baba. Aha. İlay məməsindən da sallaqlı qalıbdı. İnşallah gələn bir vaxtda sağ qutaracaq. Aynası. Bir həftəyə qutararsa. Halal, ayağına. Bu kadar süt sağmışam. Bravo. Neyse, bu da bir yetenek. Hadi bravo. Xoşuna gəldi mi? Sağa bildi. Halaldır, sağ, bir saçın sağdır. Ayağlar qəşək. And içə sağa bildi. Bəli, bu qədər öz fəaliyyət bəsdir. Sizə indi inək damını göstərəcəm. Dam. 3 otaqlıdır, 4 otaqlıdır, 3 otaqlıdır bura. 4 otaqlıdır. 4 otaqlıdır. Yerdən isitməsi var. Ha, damdadır. Və burada dekorlar da var. Çox gözəl təravətli bir yerdir. Bu vannalar da var hə. Gedirəm indi inək sağdığımı mamam gilə deməyə, görüm nə tepki verəcəklər. Burada nənəmin gülləri var. Qaşaq gülləri. Bu da mal damının balkona, arka bahçeye açılan qapısı. Da minik bir Zəhra var. Zəhra. Maç göndər. Mama getdik, getdik. Hop, hop, hop. Maç yavaş yavaş ayağın altda bax.
Mama. Bilsən nə oldu? İnək sağdım. Allah inək sağdım. İnək sağmışam. Az yaxşı eləyirsən, anan gözlərinə qurban olsun. Hana da südün. Yeni zaman şöyle oturmasınız ha. Özü bilir. Burası Qarabağ tulamanı. Bir təzənə ürədə. Gəl. Göycərdən hamıya salamlar. Sabahınız xeyir. Bugün kənddə ikinci günümdür. Əslində yola düşməliydik, amma problem olduğuna görə yola düşə bilmədik. İndi atama gözləyirik maşını düzəldib gətirməyini. Ona qədər gedək görək nənəmgil nə edir. Gedirik nənəmgilə. İndi o birisi nənəmgilə. Tut. Tut yığırlar. Elə bir tut görməyibdilər. Görməmişik amma Allah sağ verim. Heç olsun. Ay başıma düşdü. Buna sansür qoyarsan. Gedək. Aynen astı. Oradakı da gilas da alçaqda bir yerə. Yox, oraya getmək ilan var orada. Düz deyirsən oğlum. Biraz daha tut yeyək. Deməli bu tut ağacı məndən eyni yaşdadır. Hətta məndən də böyük ola bilər. 50 yaşındadır ya. Uşaq vaxtı bunların atası, yəni dayım sirkələyirdi ki, biz gərək buradan yerdən tut yeyək. İndi mən də o uşaqlarını eləyirəm. Gəlib yerdən tut yeyirlər. Tut. El. Bax əllərinə. Bax əllərinə. Uşaq vaxtı həmişə biz kəndə gələndə nənəm bizi göndərirdi dərəyə ki, gedin orada hinduşkalar otarın. İndi həmin yer eyni olduğu kimi qalıb. Göstərəcəm sizi. Baxın, həmin yer. Evet kapat. Ben gördüm. İlan olar burada. Ay da buralar nə gündədir. Qabaqca buradan ot çıxmırdı. İndi yazdı değil mi? Qıcı tikan. Qıcı tikan. Bundan qəşəng göy kətəsi olar. Aha çəkilir. Bu yerin astı gilas çəkir. Mastiyə bax. Yavaş oldu. Babam bize gilas kopardır. Belə yapsın. Məncə Ay günlerin başına bakın. Güzel kırmaz. Çak. qızardıq. Hemen gel tak. Ne bir başına takacak. Ha. Çınarların arasından bakırsan Harada ora baba? ballı gəlir. Sərhəddə hə ora? Hə, sərət. Onlarla bizim araba. Birazdan buzoylara ot verəcəyik. Buzovlara ot verəcəyik birazdan. Cip. Açım. Yok özüm. Mama məni içəri qoymayacaq. Biri. Ay, buranın təcrüzü. Buyur. Qaragözün balaca balası da var. Arasını çektin. Ha, çəkdim. Qaragöz. Bunun gözünə nə olubdu? Milçəklər də yığışır gözünə. Yazıq. Ya ata minəcəkdim ama
atın, yəni Qaragözün balası olduğuna görə ata minə bildirik. Kalça əriyi deməkdən. Sən nə qəşəng şeysən belə. Uşaq vaxtda bundan qorxan neçə nəfər idik. İndi bu bizdən qorxur. Şərəfsiz. Buna bax. Bu da bizim şarjımız. Nənəm bizə qutab düşürür. Saçında onu deyirəm. Əllərinə sağlıq ha qızım. Yaxşı lafı bu. Qurba tüydün. Siyeri tutun da dağı tereyim tüylerini. Ay sağ ol. Malades kızım bilirmiş. Ağza yakta koy. Koydum yaxşıca yaxşıca. Yaxşıca koydum. Sen keten de pişti ağzın. Heç bu boyda qutab görmüşdünüz.